Allahın heç vaxt insana qarşı münasibəti dəyişilmir. Əgər o sevgini Allahdan görsən bir dəfə, yəni Allahın sevgisini tuta bilsən, görəcəksən ki, hər kəsin sevgisindən daha üstündür və heç vaxt dəyişilmir. Bu daha kamil, daha ləzzətli, daha faydalı bir sevgidir. Köməyi ondan görsən. Niyə deyir başqalarından yox, məndən kömək istəyin? Əgər başqalarını ümid bəsləsə sizin ümidinizi kəsərəm. Niyə deyir məni zikr eləyin, məni yad eləyin, mənə baxın, məndən kömək istəyin? Hər bir şeydə ilah məsələsini gündəmə gətirir. Nəyə könül bağlayarsan, nəyə ürək bağlayarsan, nə sənin üçün mühümdürsə, hamısını sanki Allah vurur. Deyir, la ilahə illa ənə. Məndən başqa ilah yoxdur. Hər bir şey mənə bağlıdır. Bu həyatını mənə baxaraq yaşasan, həyat sənin üçün normal olacaq. O dəyişkənliklər səni narahat etməyəcək. Çünki o dəyişkənliklərə sən könül bağlayırsan. Halbuki könül bağlamamalısan.